Dostlar, hamınız xoş gəldik. Bugün sizinlə birlikdə riyaziyyat iş dəftərindən səhifə 4-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsini basmağı unutmayın. Gəlin başlayaq. Çox rəqəmli ədədlər. 1. Abaqda təsvir edilmiş ədədlər rəqəmlərlə, sözlərlə və açıq şəkildə yaz. Açıq şəkildə yazaq. Yazaq 108.442. Burada da sözlə yazacağıq. Yazmama ehtiyacı yoxdur, çünki onsuz da dediyimizi 108 yazırsınız. 108.442. Açıq şəkildə də belə. 100.000 üstəgəl 8.000. Bəli, 8.000. Burada 8.000 olmalıdır. Sonra da üstəgəl 400 üstəgəl 40 üstəgəl 2. 50.000 burada da belədir. Burada yazacağıq. 50.450. 50.450. Sonra sözlərlə yazacaqsınız siz. 50.450. Bu qədər. Burada da yazacağıq. 50.000 üstəgəl 400 üstəgəl 50. Sonra üçüncü 200.000 330 yazacaqsınız. 200.330. Sonra burada yazacaqsınız. 200.000 üstəgəl 500 üstəgəl 30. Sonra 102.000 üstəgəl yəni 102.000 102 baxa 102.102 2102 2-dən 102 100.000 üstəgəl 2000 üstəgəl 100 üstəgəl 2. 2. Ədədləri əvvəlcə siniflərə ayırıb qarşısındayıq. Sonra isə sözlərlə ifadə et. Sözlərlə yazacaqsınız. Biz mərtəbələrə, siniflərə ayırım. Yəni 23.106. Dediyimi yazacaqsınız. 201.046. Həm də sözlərə mənim dediyim kimi yazacaqsınız da. 130.023. Burada yazacaqsınız 15.351. Burada yazacaqsınız 23.106. Burada yazacaqsınız 221.046. Burada yazacaqsınız 130.023. Sonra 3-ə keçək. Vermiş yazılış formasına görə ədədləri digər formalarda yazmaqla cədvəli tamamla. Rəqəmlərlə yazılıb. Açıq şəkildə biz yazmalıyıq. 30.000 üstəgəl
2000 üstə gəl 900 üstə gəl 1 sözlərlə 32.901. Aha, sonra rəqəmlərlə burada yazacağıq 106.038. Sonra sözlərlə yazacağıq 106.031. Sonra 415.006 415.006 400.000 üstə gəl 10.000 üstə gəl 5.000 üstə gəl 6. Aha, keçək tapşırıq 4-ə. Vermiş ədədlərdə 5 rəqəminin hansı sinfə daxil olduğunu yaz. Aha, bu təkliklər sinifinə aiddir. Təkliklər. Bu təkliklər sinifinə aiddir. Minliklər sinifinə aiddir. Digər də minliklər sinifinə aiddir. Digər də minliklər sinifinə aiddir. Aha, 5-ci. Beşinci, uyğun ədədləri siniflərə ayırıb yaz. Bu ədədlər sözlərlə ifadə et. 31 ədədini 3 dəfə yanaşı yazmaqla alınan ədəddir. 31 ədədini 3 dəfə yanaşı 300 belə 313.131. 313.131. Yazacaq 330 yəni 300 313 131. Aha, indi B-ni yazaq. B, 40 ədədini 3 dəfə yanaşı yazmaqla alınan ədəd 404.040. 404.040. Yazacaq 404.040. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməyə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.